Mümkündür. Əlaqə saxlayıb xidmətimizdən yararlanın. Yenə gəldi Mərdim Azad. Buyurun. Bakıda bir qrup vətəndaşa qarşı TikTok platformasında Daşqın Əmlak Ofisi adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə tanınmış blogerlərin reklam etdiyi Daşqın Əmlak Ofisinin rəhbəri 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Xətai rayon polis idarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir. Polis əməkdaşları tərəfindən tədbirlər görülür. Qeyd edək ki, Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin TikTok reklamlarına inanaraq ev almaq istəyib, lakin dələduzluqla üzləşdiklərini bildiriblər. Onlar Daşqın Əmlak Ofisi adlı şirkətin onların sivil miktarda pulunu mənzilliklərini ediblər. Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə sakinlərin şikayətlərinə cavab veriləcəyini və onlardan alınan pulların mərhələli şəkildə geri ödənəcəyini bildirmişdi.